Deputat Günay Ağamalının qızı olduğu iddia edilən Nigar Həsənovanın TikTokda görüntüləri yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir. Deputatın Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri, eləcə də İctimai Birliklər və Dini Qurumlar Komitəsinin üzvü olması səbəbindən videonun məzmunu və iddialar daha çox müzakirə edilib. Məsələ ilə bağlı deputat açıqlama verib. Deputat qeyd edib ki, sosial mediada ailə üzvləri haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır. Şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir. Yayılan videodakı şəxs mənim övladım deyil, bu sifarişlə hazırlanmış qara PR kampaniyasıdır. Videodakı qızın övladımla müəyyən bənzərliyi olsa da, onun bizə heç bir aidiyyatı yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhəti həm hüquqi, həm də mənəvi baxımdan yol verilməzdir. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram deyə deputat sözlərini əlavə edib.